Beynimiz fasiləsiz işləyir. Hər saniyə düşünür, hiss edir, qərar verir. Amma maraqlıdır, bu qədər işləyən orqan niyə heç yorulmur? Əslində, beyin əzəllər kimi yorulmur. Çünki o enerji itkisini başqa şəkildə idarə edir. Beyin öz fəaliyyətini qorumaq üçün bəzi neyronları növbə ilə istirahət rejiminə keçirir. Bu o deməkdir ki, sən dərin düşünəndə belə beyninin bəzi hissələri yuxuya gedir. Eyni anda yalnız müəyyən hissə aktiv qalır, bu da enerjini qənaətləndirir. Beyin bədən enerjisinin təxminən 20%-ni istehlak edir. Amma o qədər ağıllı işləyir ki, özünü sırf bu yükdən qorumağı bacarır. Yəni sən yatanda, dincələndə, heç nə etməyəndə belə beynin səssizcə işləyir, təmizlənir, məlumatları sıralayır və sabah üçün yenilənir. Beyin yorulmur, çünki o, insanın ən mükəmməl dizaynıdır